Minnətdarlıq duası. Ey müqəddəs və mərhəmətli ata, bu gün sənin önünə boş əllə yox, yaşanmış günlərimlə gəlirəm. Sevincimlə gəlirəm, ağrımla gəlirəm. Qazandıqlarımla və itirdiklərimlə gəlirəm. Sənin kəlamın deyir, hər vəziyyətdə şükür edin. Ata, mən hər vəziyyətdə şükür etməyi seçirəm. Sevincli günlər üçün sənə minnətdarlıq bildirirəm. Gözlərim gördüyü günlər üçün, dualarımın cavab tapdığı anlar üçün, sükutda belə varlığını hiss etdiyim gecələr üçün. Amma ya Rəbb, ağrılı günlər üçün də sənə şükür edirəm. Çünki məni ən çox dəyişdirən o günlər oldu. Ən çox sənə yaxınlaşdıran o göz yaşları oldu. Ən çox diz çökdürən, amma ən çox möhkəmləndirən də elə o sınaqlar oldu. Səni sevənlər üçün hər şey birlikdə xeyrə xidmət edir. Bəzən anlamadım, bəzən sustum, bəzən niyə? Amma bu gün deyirəm, sən yaxşısan, planın yaxşıdır, vaxtın mükəmməldir. Əgər həyatımda zəlzələ oldusa, bilirdim ki, təməli sən sarsıtmazsan. Əgər qapılar bağlandısa, sən daha yaxşı qapılar açmaq üçün icazə verdin. Ata, məni yalnız sevincdə deyil, ağrıda da şükür edən bir ürək sahibi et. Məni vəziyyətə görə dəyişən deyil, sənə görə sabit qalan bir insan et. Göz yaşlarım torpağa düşmədən əvvəl, sənin şüşəndə toplandığını bilirəm. Heç bir ağrı boşuna deyil, heç bir gecə sonsuz deyil, heç bir dua cavabsız qalmır. Bugün həm acılarım üçün, həm də sevinclərim üçün sənə təşəkkür edirəm. Çünki bilirəm, mən tək deyiləm. Sən mənimləsən və sənin mərhəmətin hər səhər yenidir. İsa Məsih adıyla.